Azərbaycanda coğrafiya elminin inkişafı olacaqdır. Gəlin mən istəyirəm ki, qədim dövrdən indiki dövrə qədər Azərbaycanda coğrafiya elminin inkişafı haqqında qısa bir başlıq keçim. Deməli, ilk öncə gedək qədim dövrə. Qədim dövrdə Azərbaycan haqqında ilkin məlumat verən şəxs Strabon olmuşdur. Strabonun 17-ci cildlik kitabının, yəni ümumiyyətlə 17 cildlik bir kitabı vardır. 17 cildlik kitabının 11-ci cildində Qafqaz Albaniyası haqqında məlumat vermişdir. Qafqaz Albaniyası bildiyimiz kimi qədim Azərbaycan dövləti, Azərbaycan torpağı hesab olunur və qədim dövrdə Azərbaycan haqqında məlumat verən coğrafiyaşünaslardan biri oldu Strabon. Bir də qədim dövrdə Azərbaycan haqqında məlumat verən Ptolomey olacaq. Deməli, bir sözlə, qədim dövrdə Azərbaycan haqqında məlumat verən iki şəxsin adını çəkdik, Strabon və Ptolomey. Orta əsrlər dönəmində Azərbaycanda olmuş Azərbaycan haqqında məlumat verənlər isə Afanasa Nikitin və Marco Polo olacaqdır. Bu ikisi isə orta əsrlər dönəminə aiddir. Daha sonra gəlirik, deməli, müasir dövr. Müasir dövrdə böyük coğrafi kəşflər dönəmində elə bir məlumat yoxdur. Keçirik müasir dövrə. Müasir dövrdə Azərbaycan haqqında məlumat verənlər isə Tur Heyerdahl və Alexander Dumas olacaqdır. Bunlar isə müasir dövrdə Azərbaycan haqqında məlumat vermiş olacaqlar. İndi keçək, baxın, bir də Azərbaycanın özünün coğrafiyaşünasları var ki, onların fəaliyyətləri var. Gəlin indi, məsələn, 15-ci əsrdə, yəni böyük coğrafi kəşflər dönəmində yaşamış Azərbaycanlı Əbdürrəşid Bakuvi haqqında danışaq. Bakuvi bir dənə kitabı var bizim öyrəndiyimiz. Bu kitabın adı Abidələrin Xülasəsi və Qüdrətli hökmdarların möcüzəsi kitabıdır. Bakuvi yaşayıbdı 15-ci əsrdə. Deməli, Abidələrin Xülasəsi və Qüdrətli hökmdarların möcüzəsi kitabını yazır və hal-hazırda bu kitab Parisdə, yəni Fransada, Milli Kitabxanada saxlanılır. Milli Kitabxanada qorunur. Paris Milli Kitabxanasında saxlanılan hansı əsər olacaqdır? Abidələrin Xülasəsi və Qüdrətli hökmdarların möcüzəsi və bu kitab kimə aid olacaqdır? Əbdürrəşid Bakuviyə. Bakuvi neçənci əsrdə yaşamışdı? 15-ci əsrdə. Gələk indi müasir dövrdə Azərbaycan coğrafiyasına töhfə verən Azərbaycanlı coğrafiyaşünaslar haqqında məlumat verək. Deməli, mən burada qeyd etmək istəyirəm. İlk öncə Hacı Zeynalabdin Şirvanini. Hacı Zeynalabdin Şirvani. Bunu əvvəlki dərsimizdə də qeyd etmişdik. Şirvani 19-cu əsrdə yaşayıbdı və ömrünün 40 ilini səyahətdə keçiribdi. 60.000 kilometr məsafə qət edibdi. Hansı ərazilərdə olubdu? Baxın, Şimali Afrikada, hətta Kanar adalarında da olmuşdu. Daha sonra Cənub-Qərbi Asiyada, Cənub-Qərbi Asiya, yəni Ərəbistanda, Cənubi Asiya, Hindistanda, qeyd edək, Cənubi Asiya, Hindistanda olmuşdur. Cənub-Şərqi Asiya, İndoneziyada olmuşdur və Mərkəzi Asiya. Bu ərazilərdə səyahətdə olmuşdu ki, Hacı Zeynalabdin Şirvani ömrünün 40 ilini səyahətdə keçirdi və 60.000 kilometr məsafə qət etdi.
Gəlirik yenə 19-cu əsrdə yaşamış, məşhur Azərbaycan coğrafiyası və həm də tarixinə böyük töhfə vermiş Abbasqulu Ağa Bakıxanov haqqında danışırıq. Abbasqulu Ağa Bakıxanovun 3 dənə əsəri var coğrafiyada öyrəndiyimiz və bunlar bizim üçün vacibdir. 1. Gülüstani İrəm. Bu kitab Azərbaycan tarixinə, Azərbaycanın siyasətinə və iqtisadiyyatına aid edilmiş kitabıdır. 2. Qəribə kəşflər əsəri Qəribə kəşflər əsərini Abbasqulu Ağa Bakıxanov, Azərbaycanlı demək, yazar, coğrafiyaşünas, tarixşünas, bunu Kristofor Kolumbun səyahətinə əsasən yazıb bu kitabı. Yəni deyir ki, Kolumb axı gəldi, Amerikanı tapdı, ömrünün axırına qədər bilmədi axı bura Amerikadır. Elə bilirdi Hindistan. Bu biraz qəribə idi. Ona görə qəribə kəşflər əsərini yazır. Və ən sonuncusu isə qeyd eləyəcək biz kainatın sirləri. Kainatın sirlərini isə Nikolay Kopernikin heliosentrik nəzəriyyəsinə aid etmiş olacaqdır. Heliosentrik nəzəriyyədə biz deyəcək Abbasqulu Ağa Bakıxanov bu əsərini kimə həsr etmişdi? Deyəcək ki, Nikolay Kopernikin heliosentrik nəzəriyyəsinə həsr etmişdi. Baxın, həm Abbasqulu Ağa Bakıxanov, həm Hacı Zeynalabdin Şirvani, bunların hər ikisi Azərbaycanın müasir dövr coğrafiyaşünasları hesab olunacaqlar. İndi gələk davamında Azərbaycanda coğrafiya elminin inkişafına. Baxın, Azərbaycanda coğrafiya elminin inkişafı qeyd edirik. İnkişafı başladı 20-ci əsrin 30-cu illərində. Amma daha sürətlə inkişaf etdi 20-ci əsrin 50-60-cı illərində. Bir də Azərbaycanda əhalinin öyrənilməsi daha sürətlə inkişaf eləyəcək 20-ci əsrin 80-90-cı illərində. İndi gəlin baxaq, bu müasir dövrdə hansı coğrafiyaşünaslar haqqında məlumat verməliyik. İlk öncə qeyd etmək istəyirəm, 20-ci əsrin əvvəllərində Azərbaycanlı ana dilində məktəblilər üçün ilk dəfə dərslik yazan şəxs Qafur Rəşad Mirzəzadə olacaq. Mirzəzadə neynədi? İlk dəfə məktəblilər üçün ana dilində coğrafiya dərsliyinin müəllifi olacaqdır. Daha sonra qeyd eləyəcək 1921-ci ildə Baharlının Azərbaycan kitabı. Bu kitab sonradan SSR tərəfindən qadağan edilmiş olacaqdır və Məhəmməd Həsən bəy Baharlı və yaxud da Məhəmməd Həsən bəy Vəliyevdir soyadı. Məhz bu kitabın müəllifidir. Azərbaycan kitabının müəllifidir. Baharlının bu əsəri 1921-ci ildə qadağa edilmiş olacaqdır. Daha sonra qeyd eləyəcəyik, məsələn, Azərbaycanda coğrafiya elmində araşdırmalar aparar. Məsələn, Azərbaycanın relyefini, iqlimini, Xəzər dənizini, torpaqlarını kimlər öyrənəcək? Birincisi başlayıram mən relyeflə. Birincisi, relyef nəyə deyilir? Relyef yer səthinin nahamarlıqlar cəminə relyef deyilir. Nahamar o deməkdir ki, yəni hər yan düz deyil. Yəni bəzi hissələr dağlıq ərazidir, bəzi hissələr düzənlikdir, bəzilər çökəklikdir. Baxın, nahamardır, düzdür. Bu nahamarlıqlar cəminə nə deyilir? Relyef deyilir. Və Azərbaycanda nahamarlıqlar cəmi relyefi öyrənən iki şəxs olacaqdır. Budaq Budaqov və Müseyib Müseyibov.
Azərbaycanın relyefini kimlər öyrəndi? Budaq Budaqov və Müseyib Müseyibov öyrəndi. Gəlirik Azərbaycanın iqlimi. Azərbaycanın iqlimini isə öyrənənlər Ənvər Şıxlınski və Ələbbas Mədədzadə olmuş olacaq. Azərbaycanın iqlimini öyrənəcəklər. Azərbaycanın çaylarını Salih Rüstəmov öyrənəcək. Daha sonra Azərbaycanda iqtisadi coğrafiyanı öyrənənlər Hadı Əliyev, Asəf Nadirov və Əbdürrəhim Hacızadə öyrənmiş olacaq Azərbaycanın iqtisadi coğrafiyasını. Azərbaycanda Xəzər dənizini Qasım Gül öyrənəcək. Və bir də onu qeyd edeyim ki, Azərbaycanda deməli torpağı isə araşdıranlar, Azərbaycanın torpağını öyrənənlər Həsən Əliyev və Məmmədəmin Salayev öyrənmiş olacaq. Baxın, Azərbaycan coğrafiya elminin inkişafında desək ki, Azərbaycanın relyefini kim öyrəndi? Budaq Budaqov, Müseyib Müseyibov. Azərbaycan torpağını kim öyrəndi? Həsən Əliyev, Məmmədəmin Salayev. Azərbaycanın iqlimini kim öyrəndi? Ənvər Şıxlınski və Ələbbas Mədədzadə. Azərbaycanın çaylarını kim öyrəndi? Salih Rüstəmov. Azərbaycanın iqtisadi coğrafiyasını kim öyrəndi? Hadı Əliyev, Asəf Nadirov, Əbdürrəhim Hacızadə. Xəzər dənizini kim öyrəndi? Qasım Gül öyrəndi. Baxın, Azərbaycanda coğrafiya elminin inkişafı haqqında bunları qeyd etdik. Bundan sonra isə artıq coğrafiya elminin özünün sahələri haqqında danışacağıq. Gəlin başlayaq. Birincisi, başlayıram coğrafiyanın vəzifəsi. Coğrafiya elminin qarşısında duran vəzifələr. Hansı vəzifələri vardı? Baxın, yeni obyekt layihələşdirir. Yeni obyekt layihələşdirir. Bir. Sonra izah edir, idarə edir, təsvir edir və ən sonuncusu proqnoz verir. Baxın, desək ki, coğrafiya elminin qarşısında duran vəzifələr nədən ibarətdir? Deyəcək, yeni obyektlər layihələşdirir, izah edir, idarə edir, təsvir edir və proqnoz vermiş olacaq. Bu, coğrafiya elminin qarşısında duran nələrdir? Vəzifələrdir. Bundan başqa var, coğrafiya haqqında məlumat mənbələri. Yəni, coğrafiya elminin məlumat mənbələri nələr ola bilər? Təbii ki, məlumat mənbələri kitablar, dövrü lüğətlər, atlaslar, ensiklopediyalar, dövrü mətbuat, internet axtarış sistemləri coğrafiya məlumat mənbələri hesab olunacaqlar. Daha sonra qeyd edəcəyik, indi coğrafiya elmi neçə hissəyə bölünür? Coğrafiya elmi 2 hissəyə bölünür. 2 hissə. Hansılardır? Fiziki coğrafiya və iqtisadi coğrafiya. Fiziki coğrafiyanın özünün də ənənəvi, yəni köhnə, bir də müasir hissələri var. Eynən iqtisadinin də ənənəvi və müasir qollara bölünür. Fiziki coğrafiyadan başlamaq istəyirəm. Fiziki coğrafiya əsasən yer kürəsinin təbiəti, ondan sonra ətraf ərazi, təbiətin bizə verdiklərini öyrənən coğrafiya sahəsi olacaqdır. Fiziki coğrafiyanın ənənəvi sahələrinə məsələn geomorfologiya, yəni relyefi öyrənən elm, iqlimşünaslıq, iqlimi öyrənən, yerşünaslıq, yerdə müxtəlif hadisələri öyrənən,
Sonra hidrologiya, suyu öyrənən, bitki coğrafiyası, bitkiləri öyrənən, torpaq coğrafiyası, torpağı öyrənən, okeanologiya, okeanografiya, okeanda olan dəyişiklikləri öyrənən. Bunlar olacaqdı ənənəvi sahələri. Amma müasir sahələri fizikinin hansılardır? Bunlar daha çox testlərə düşür və buna əzbər bilmək lazımdır. Landşaft və landşaftın planlaşdırılması. 2. Riyazi coğrafiya. 3. Təbiəti mühafizə ya da ekoloji coğrafiya. Yəni onun 2 adı var. Təbiəti mühafizə də deyə bilərik, ekoloji coğrafiya da deyə bilərik. Bəli. Bir də coğrafiya informasiya sistemləri, yəni GIS olacaqdır. Baxın, fiziki coğrafiyanın yeni yaranan sahələrini seçin desə, landşaft və landşaftın planlaşdırılması, riyazi coğrafiya, ekoloji coğrafiya, yəni təbiəti mühafizə, bir də GIS-i seçəcəyik. Yaxşı, gəlin indi keçək nəyə? İqtisadi coğrafiya haqqında. İqtisadi coğrafiya əsasən insanların təbiətə təsirini, insanların fəaliyyətini araşdıran coğrafiya sahəsidir və insanların yaratdıqlarını araşdıran coğrafiya sahəsidir. Biz bilirik ki, iqtisadi coğrafiyanı elmə gətirən şəxs 1760-cı ildə Lomonosovdur. Lomonosov iqtisadi coğrafiya terminini elmə gətirmişdir və iqtisadi coğrafiyanın ənənəvi sahələri, yəni qədimdən də olan sahələri hansılar olacaqdır? Məsələn, nəqliyyat coğrafiyası, kənd təsərrüfatı coğrafiyası, sənaye coğrafiyası, əhali coğrafiyası, demoqrafiya coğrafiyası, sosial coğrafiya, bunlar ənənəvi sahələridirlər. Bəs müasir sahələr hansıdır? Müasiri yenə əzbərə bilməliyik. Ərazinin planlaşdırılması, şəhərlərin planlaşdırılması, daha sonra tibbi coğrafiya, sonra rekreasiya coğrafiyası, yəni biz buna insanların istirahətini təşkil edən coğrafiyada deyəcəyik. Rekreasiya coğrafiyası və yenə GIS olacaqdır. Baxın, GIS həm iqtisadinin yeni yaranan sahəsidir, həm də fizikinin. Məsələn, bizə Eyler-Venn diaqramı versə, ortada sual işarəsi soruşsa, buraya iqtisadi, buraya isə fiziki yazsa, onların ortaq cəhətinə nə gedəcək? GIS gedəcək. Yəni, coğrafiya informasiya sistemləri getmiş olacaqdır. İndi, baxın, davamında dərsimizin keçəcək coğrafiyanın tədqiqat metodlarına. Hansı tədqiqat metodları vardır? Coğrafiyanın tədqiqat metodları da yenə 2 yerə bölünəcəkdir. Tədqiqat metodları. İki yerə bölünmüş olacaqdır. Ənənəvi və müasir. Ənənəvilər hansılardır? 1. Tarixi metod. 2. Kartografik. 3. Müqayisə. Və 4. Çöl tədqiqatları. İndi bir baxaq. Məsələn, tarixi metod nə öyrənir? Tarix deyəndə zaman yadımıza düşməlidir. Baxın, müəyyən bir zaman ərzində baş verən dəyişikliklərin təhlil edilməsi tarixi metod tərəfindən həyata keçiriləcək. Kartografik, yəni xəritələrin təhlili, yəni məsələn, müxtəlif məzmunlu xəritələri təhlil etmək. Yəni kartografik deyən kimi cümlədə xəritə axtarmalıyıq. Müqayisə isə obyektlərin fərqli və oxşar cəhətlərinin müqayisə edilməsi olacaqdır. Onların təhlili olacaqdır. Və ən sonda qaldı çöl tədqiqatları. Bu isə olacaqdır. Məsələn, ərazidə müşahidə məntəqələrinin qurulması və müşahidələrin aparılması. Müşahidə məntəqələri. Müşahidə məntəqələri quraraq, ərazidə neyləmək? Araşdırmaların aparılması. Baxın, bu oldu bizim coğrafiyanın hansı tədqiqat metodları, ənənəvi tədqiqat metodları. Bəs müasir tədqiqat metodları hansılar olacaq? Gəlin indi ona baxaq. Müasir tədqiqat metodları. 1. Yəni müasir sahə hansı olacaqdır? 1. Riyazi statistik.
Baxın, riyazi statistik riyazi hesablamalar vasitəsilə təhlil aparmaq deməkdir. Məsələn, riyazi hesablamalar əsasında biz hər 10 ildən bir bilirik ki, əhali siyahıya alınır. Bunun əsasında bilirik ki, əhali hər 10 ildən bir nə qədər artdı. Bu riyazi statistika əsasında təhlil olundu. Bir də onu qeyd edeyim ki, ilk dəfə əhalinin siyahıya alınması BMT təşkilatı tərəfindən həyata keçirilmişdir və hal-hazırda da hər 10 ildən bir məhz əhali siyahıya alınmış olacaqdır. 1. Riyazi statistika. Riyazi statistik təhlil əsasında bir xəritə növü də yaradılır. Biz buna anamorfoz xəritə deyirik. Anamorfoz xəritələr necə xəritələrdir? Bunlar məsələn, əhalisinə görə ən böyük olan ölkə, əhalisinin sayına görə ən çox olan ölkə haradır? Hindistan, Çin. Bunlar daha qabarıq göstəriləcək. Yəni, riyazi statistika əsasında anamorfoz xəritələr hazırlanır və bu anamorfoz xəritələr hər hansısa bir statistik göstəricinin daha çox olanın daha qabarıq göstərilməsidir. Məsələn, əhaliyə görə ən çox Çin, Hindistan qabarıq göstəriləcəkdir. Meşənin sahəsinə görə ən çox Kongo, Braziliya, İndoneziya bunlar qabarıq göstərilmiş olacaqlar. Kim daha öndədirsə də statistik təhlildə, onları xəritədə daha qabarıq, gözə çarpan şəkildə veririksə, bu xəritə nə xəritə olacaqdır? Anamorfoz xəritə olacaq. Və o hansı metodla düzəldilir? Riyazi statistika əsasında düzəldilmiş olacaq. Yəni, ilk müasir metodumuz riyazi statistik idi, onun haqqında məlumat dedik. İkincisi deyək, məsələn, coğrafi modelləşdirmə. Modelləşmə. Yəni, hər hansısa bir coğrafi hadisənin modelinin qurulması. Məsələn, tutaq ki, qlobus. Qlobus yerin nə idi? Kiçildilmiş modelidir. Ya da ki, məsələn, teluri cihazı. Telurini qeyd edelim, teluri. Teluri cihazı səmada məsələn günəş, günəşin ətrafında yerin hərəkətini və yerin ətrafında da ayın hərəkətini model şəklində göstərən bir cihazdır. Bu olacaq modelləşdirmə və yaxud da vulkan modellərində biz buna misal çəkə bilərik. Müasir dövrdə dərslərimizdə də istifadə edirik. Məsələn, gildən vulkan yaradırıq. Onun içərisinə kükürdlü bir maddə tökəndə vulkan püskürməsini model şəklində göstərmiş olacaq. Bu nə olacaq? Coğrafi modelləşdirmə olmuş olacaq. Sonra coğrafi proqnoz vermək. Proqnoz o deməkdir ki, yəni ola biləcək hər hansısa bir hadisənin əvvəlcədən məlumatının verilməsi. Məsələn, deyirik ki, sabahlarım hava yağmurlu olacaq ya da gün çıxacaq. Yəni, bu gündən durub sabahın ya da ki, 10 il sonranın bir proqnozunu veririksə də bu coğrafi proqnozlaşdırmaq deməkdir. Məsələn, deyirik ki, tutaq ki, ətraf əraziyə az ziyan vurmalıyıq, zibilləməməliyik, suları çirkləndirməməliyik, yoxsa illər keçdikcə bu təbiətə mənfi təsir göstərəcək və bu mənfi təsir də dolayısıyla yenə bizə təsir göstərəcək. Hər hansısa bir ola biləcək hadisənin əvvəlcədən məlumatının verilməsi coğrafi proqnozlaşdırmaq olacaqdır. Daha sonra aerokosmik, dördüncü. Məsələn, kosmosdan çəkilən şəkillər vasitəsilə, yəni peyklərdən çəkilən şəkillər vasitəsilə tədqiqatın aparılması, təhlilin aparılması aerokosmik metod hesab olunacaq və ən sonda yenə GIS, yəni coğrafiya informasiya sistemləri, o da məsələn müasir informasiyalar, texnologiyalar vasitəsilə rəqəmsal xəritələrin hazırlanması. Yəni, rəqəmsal xəritələr deyəndə də, yəni riyazi hesablama əsasında yaradılmış rəqəmsal xəritələrdən söhbət gedir. Bu da oldu GIS proqramı. Baxın, indi gəldi bizim müasir metodlarımız hansılar oldu? Riyazi statistik, coğrafi modelləşdirmə, coğrafi proqnozlaşdırma, aerokosmik və GIS. Baxın, bu da oldu bizim coğrafiyamızın tədqiqat metodlarının müasir metodları. Baxın, uşaqlar, burada indi bir bölməyə də toxunmaq istəyirəm. Coğrafi xəritələrdə məlumat əldə edərək kartoqrafik tədqiqat metodları da var. Baxın, bəxtların bizim söhbət etdiklərimiz coğrafi tədqiqat metodlarıdır. Amma indi yazacaqlarım isə kartoqrafik tədqiqat metodlarıdır. Kartoqrafik.
Kartoqrafik tədqiqat metodları özləri 3 yerə bölünürlər. Vizual, kartometrik və bir də qrafik. Baxın, kartoqrafik tədqiqat metodları, məsələn, birinci vizualla başlayaq. Məsələn, müxtəlif ərazilərdə relyefi, iqlimin xüsusiyyətlərini, bitki heyvanat aləminin müxtəlifliyini, insanların, əhalinin yerləşməsini, nəqliyyat magistral yolları haqqında məlumatı özündə əks etdirmiş olacaqdır vizual metod. Məsələn, obyekt və hadisələrin əsasən yerləşmə yerini və onların bəzi keyfiyyət və kəmiyyət göstəricilərini özündə göstərəcək. Bir də əsasən vizual metodla gözümüzə görünən nələrisə təhlil edə bilərik. Çünki vision nə deməkdir? Görmək, görərək təhlil aparmaq mənasına gələcəkdir. Bu vizual. Keçək indi kartometrik. Kartometrdə görürsünüz metr. Yəni burada artıq bir hesablama prosesi vardır. Məsələn, hesablamaya aid olan cümlələri görəndə, məsələn, coğrafi koordinatın tapılması, miqyasın tapılması, dərəcə torunun onun üzərində hesablamaların aparılması, azimut bucağının təyin olunması, bir ərazinin uzunluğunun, eninin, hündürlüyünün hesablanması, bir sözlə hesablama işlərinin hamısı kartometrik tədqiqat metoduna aid olmuş olacaqdır. Və onlar da 2 yerə bölünəcəkdir. Kartometrik tədqiqat, təhlil 2 yerə, lokal və qlobal olaraq 2 yerə bölünəcəkdir. Əgər bir dənə ərazidə olan çayı təhlil ediriksə də, bir çayın uzunluğunu ölçürüksə də, bu lokaldır. Amma ərazidə olan o çay və digər çayların hamısının hesablamasını həyata keçirirsə, bu qlobal təhlil olmuş olacaqdır. Bir də sonuncu var qrafik təhlil. Qrafik təhlil isə, məsələn, profilin qurulması ən çox bunun içərisində məşhurdur. Tutaq ki, relyefin profilini, yəni profil nə deməkdir? Yandan görünüşünün, en kəsiyinin görünüşünü qurmaq qrafik təhlil olacaqdır. İndi məsələn olur ki, relyefi, baxın, belə bu şəkildə verirlər. Belə bir relyef təsvir edirlər. Bu nə deməkdir? Bu deməkdir ki, ərazidə 2 dənə hündür ərazi vardır. Orta hissə isə çökəklikdir. Yəni, əvvəlcə relyef aşağıya düşür, sonradan isə relyef qalxır. Bu artıq bir qrafika baxaraq təhlilin aparılması mənasına gəlmiş olacaqdır. Belə, bu da qrafik təhlil olacaq. Deməli, kartoqrafik tədqiqat metodları neçə yerə bölündülər? 3 yerə. Vizual, baxın burada bitki, heyvanat aləmi, onların yerləşdiyi areal, yayıldığı ərazi, iqlim xüsusiyyətləri, sonra və yaxud da ki, məsələn, əhalinin yerləşməsi, nəqliyyat magistral yollarının yerləşməsi, bunlar olacaq vizual təhlil. Kartometrik əsasən ölçü işləri, bayaq dedik, azimutun, miqyasın, coğrafi koordinatın, istiqamətin təyin edilməsi, hesablamaların aparılması, bir ərazinin eninin, uzunluğunun, hündürlüyünün tapılması. Kartometrik oldu, o da 2 yerə bölündü, lokal və qlobal. Ən sonda qrafik təhlil, qrafik qurulmaq. Qrafikin qurulması. Qrafikdə əsasən, məsələn, yandan görünüş profil əsasında qurulmuş olacaqdır. Baxın, bu da belə. Bugünkü dərsimiz bundan ibarətdir. Əgər qaranlıq qalan bir məqam olarsa, şərh bölməsində yazıb sualınızı ünvanlaya bilərsiniz. Sağ olun, sağlıqla qalın.